Ulan Budapeşt, sen mi büyüksün, ben mi büyüğüm? Hadi be. Deməli burada dayanmadan belə kruzlar keçir körpünün altından. Sabah alınsa gedəcəm, gəzəcəm burada. Maraqlıdır. Qəşəng görüntüsü var. Bəziləri restoran tiplidir, bəziləri sadə ictimai nəqliyyat kimi. Yəni sadəcə pul verirsən, biraz artıq pul verəndə içki təqdim edirlər, alkoqollu və ya alkoqolsuz. Dəqiqə gözlüyün. Yol verdim, qaqaş üstünə mənə respekt baxışı attı. Hindistanlı idi, haralı idi. Gördü ki, yox, deyəsən qaradərli idi. Gördü ki, qızla gedir. Gördüm ki, qızla gedir. Yoldan biraz çəkindim ki, rahat keçsinlər. Qaqaş o dəqiqə mənə respekt baxışı attı. Saatlı panyetkası burada da göstərir özün. Mən sizə Budapeşt haqqında önəmli bir məlumat verim. Şəhəri ortadan Tuna çayı ayırır iki hissəyə. Və adından da göründüyü kimi iki hissəsi var. Buda tərəfi, bir də Peşt tərəfi. Bura gördüyümüz yer Buda tərəfidir. Buda Peşt. Lan şimdi küfür edeceğim öyle. Telefonumuz ayaqası azdı, amma körpünü keçmək istəyirəm. Körpünü keçənə qədər ayıya day deməyə məcburam. Konuşursam çok ağır konuşurum. Demək olar ki, şəhəri cüt çözmüşəm. Yəni əslində sadə bir şəhərdir. Əsas odur ki, Buda ilə Peştin fərqini biləsən. Həqiqətən yol verəndə kiməsə o qədər sevinirlər, o qədər minnətdarlıq hissi duyurlar sənə qarşı. O dəqiqə başları ilə salam, sağ ol, hamısından verirlər. Yəni elə bir ki, mədəniyyət görəndə sevinirlər. Bu insanlar mənə bir də ömür boyu görməyəcəklər, amma bir dənə sağ oldan artıq ürəyimi fəth elədilər. Yəni daydaylardan da hər yerdə var ya, özüm ölüm. Hara getsən dənizin qırağında bir dənə dayday şəkil çəkir. Kimin şəklini çəkirsən? Mən sənət anlayışım. Bu da məşhur Interkontinental Oteli. Bu da qabağında Avropa Birliyinin bayraqları, Almaniyası, Britaniyası, digər ölkələri görmürəm buradan. Belə bir gözəl işıqlı mənzərəsi var, işıqlı. Işıklı yapınca olmuyor bu işler. Mənasını bilmirəm, amma yaxşı bir şey oxşur. Yəqin ki, tarixi abidə filandır. Deməli, maraqlı bir şey gördüm. Party Bus adlı bir dənə avtobus. Pollu musiqi qoşub içərisində insanlar oynayırdılar. Deməli, burada bir dənə milli qəhrəman kimi bir adam var. Adı yazılıb Kotfos adını da səhv oxumaq istəmirəm, hörmətsizlik eləyib. Kotfos Pozzet belə bir adamdır. Bunun haqqında araşdırma eləyəcəm mütləq ki. Yəqin ki, buranın ya şairidir, ya milli qəhrəmandır. Daha çox şairi oxşayır, çünki əlində bükülmüş dəftər var. Kürəyində də pelerin deyirlər, pelerindən var. Çox güman ki, qəhrəman yox, məhz şairlərdən, yazıçılardan biridir. İnşallah ki, doğru təxmin eləmiş olaram. Sadəcə gedirdim, belə bir şey gördüm. İnsanlar şəkil çəkdi, həqiqətən çox maraqlı bir şeydir. Deyəsəm, havada dayanıb, yox, itlə dayanıb. Have a look, I think you have it's a video. Burada da maraqlı bir dayday var, belə şəkil çəkir. Hazırki planımız bu körpünü keçməkdir. Bu müxənnət körpüsünü keçməkdir. Eybi yox, yel aparsa da olar. Burada bibilərin yeridir. Öz caduların qıfıllayıb basırlar buradan. Minlərlə burada cadular var. Ev keçbirini açıb kilidi qıra bilmirəm. İnşallah ki, mənim adım yoxdur burada. Baş hərflər var. Çox güman ki, yeni evlilərdir. Heyf. Lənət olsun. Bu da məşhur parlament binası. Aşağısında da Tuna çayı. Piyada keçmək niyyətimiz var. Qəşəng mənzərəsi də var. Düzdür, telefon daha yaxşı çəkmir. iPhone-u yeniləmək lazımdır. Bəlkə bu boyda yerdə bir də normal şəkil çəkə bilən adam tapa bilməmişəm. Nə gündə çıxıb bütün şəkillərim. Bu da məşhur parlament binası. Aşağıda da Tuna çayı. Bu boyda yerdə təkəm, bu boyda şəhərdə təkəm.
Onlar 100% mən də çəkir, mən də onları çəkəcəm, hətta əl eləyəcəm. Əllər. Hə, sabah artıq buradan kruzla keçərəm. Sonra deməsinlər, Budapeştə gəldi, kruza minmədi. Cəmaət nə deyər? Hə, telefonumun zayatkası qutarıb, amma narahatlığa ehtiyac yoxdur. Çünki yolu artıq tanıyıram. İctimai nəqliyyatda bilet almışam limitsiz şəkildə. Heç bir problemi yoxdur. Sadəcə evdəkilər narahat ola bilər. Ona görə də ola bilsin ki, yolda bir yerdə oturub telefonu zayatkaya qoydum. iPhone-umun zayatkası bitib. Adaptör üstümdədir. Sizə də bu önəmli məlumatı vermiş oldum. Qarşıma normal bir coffee shop çıxsa, yəni bardan əlavə bir dənə namuslu qeyrətli coffee shop çıxsa, oturardım, telefonu da şesi qoyardım zayatkaya. Problemim həll olardı. Amma ki, demək olar hər yerdə bar. Nə qədər içirsiniz, nə qədər içirsiniz, kofedə içində nə olar ki? Hamısı içir. Abi, müsəlmanı yoxdur burada. Müsəlmanı keçdimiz, sağlam qidalanan yoxdur, sağlam idmanla məşğul olan, normal işlər görən insan yoxdur. Binaların möhtəşəmliyi bəs. Həqiqətən çox gözəl binalardır. Mən bina sevdalısı deyiləm, amma insan gözünü çəkə bilmir. Bu arada bir iki dənə küçə adı çəkək. Yaddaşda qalsın, həm də dünya görüşümüz artsın. Yenə eyni meydana gəldim, yəni Targov tərəfə gəldim. İndi metromla qayıdıram otelimə. Çünki zayatkam bitib. Burada da baxıram ki, normal coffee shop yoxdur. Oturum bir qisma kofe içim və telefonu zayatkaya qoyum. Eyni zamanda da yemək yemək istəyirəm. Burada da baxıram ki, hər şey ətdir. Mən də ki, halal olması üçün çalışıram ki, halal ətlərdən istifadə olunmuş yer tapım. Onu da belə təsbit eləmək çətin olduğu üçün gedirəm marketdən nələrsə alım, yüngülvari yeyim, sonra təzədən çıxım, harasa gedim. Aha, orada axır ki, Macarıstanın özünə aid bir restoran gördüm. Hungarian restoran. Burada gələn kimi aksentin o dəqiqə dəyişir. Çox sadə, amma bir o qədər də yaradıcı dizayn. Bir SMM olaraq bunu çəkməsəydim olmazdı. Elə bir ki, paintlə işləmirsən, amma əminəm ki, bunların hərəsinin özünün mənası var. Macar xalqı üçün. Çünki burada bir bayraq var. Burada bir Qobustan abidəsinə oxşayan bir insan var, personaj var. Burada bir sxem var. Əminəm ki, bunların mənası var. Həqiqətən kim yaradıbsa, çox dahiyanə şəkildə yaradıb. Ola bilsin ki, onların hansısa bir tarixinə və yaxud önəmli bir hadisəsinə referensdir. Çox güman ki. Burada da belə şeytan çarxı var. Qəşəng görsənir. Sabah gəlib buna da minmək olar. Sanki bu şeytan çarxında görmədiyimiz bir şey var. Tuta bilmirəm. Bəlkə də işıqlardır. Nə qəşəng vibe verdi ağaclarla filan. Qatım havası. Çox maraqlıdır. Burada niyəsə Michael Jackson'ın şəkilləri vurublar. Amma bu ağacla nə əlaqəsi? Bunu da internetdən araşdırmaq lazımdır. Niyə bu ağac? Bəlkə o gəlib əkib. Ola bilərmi? Niyə Michael Jackson məhz? Yenə biblər bura nəsə bağlayıb. Maraqlıdır. Niyə Michael Jackson? Burada bir basketbol stadionu var. Bəlkə təməlini o atıb. Çox maraqlıdır. Araşdırmaq lazımdır. Yenə bir gözəl bina. Bu da 16 nömrə. Supermarket. Biraz da gəzsəm nənəmin təndiri də qabağıma çıxacaq. Sən burada nə işin var? Təəssüf ki, supermarket saat 9-a bağlanılmış. 10 dəqiqə gecikmişəm. Ona görə yeməyə heç bir şey tapa bilmədim. İndi biraz piyada yol gedəndən sonra belə bir zapravka yerinin yanında Fresh Corner adlı bir yer tapdım. Gedim görüm atıştırmalı nə var ayın oyundan. Marketdən çıxdım. Axır ki, normal özümə qida ala bildim. Normal dediklərimdə bir dənə kruvasandır, bir dənə çipsidir, bir də limonlu sudur, deyəsən mineralnidir.
Əvvəllər bundan Azərbaycanda görmüşdüm. Bir 10-15 il əvvəl. Bəlkə kimisə yadına düşər. Belə limonlu qazlı sular satırdılar. Dadı çox qəşəng olurdu. Ümid edirəm ki, ondandır. Belə bir şey. Bu arada hər yerdə Zelenskinin şəkli var. Nə temadır bilmirəm. Məzələnirlər ya tərəfdaşlıq eləyirlər. Bu aralar siyasi gündəmi izləyə bilmirəm. Yəni bu qədər Zelenski niyə qoyasan ki? Hər yerdə Zelenski. Nə oldu, nə məsələdir? Sürətlə evə gedirəm çünki evdəkilər narahat ola bilər. Azərbaycanda. Çünki telefonum artıq saatlarla bağlıdır. Gedim tez zayətkiyə qoyum. Narahat olmasınlar. Resepsiyondakı dayı getmişdi, yerinə bir dənə cavan oğlan gəlmişdi. Ona hər ehtimala qarşı getdim, özümü təqdim elədim ki, soruşmasın ki, sən kimsən? Yəni saatlı panyatkası burada da göstərir. Dedim narahat olmasın, yəni mən də buralıyam. Kartımı göstərdim. O da qopdu. Ata demişkən, it ələyi yemişəm elə bil. 15 min addım gəzmişəm.